Yaşlı adamları görmüsünüz, həmişə cavanlıq şəklini gəzdirər. Həmişə. Göstərəndə də cavanlıq şəklini göstərdi. Bax, gör necə olan olmuşam. Həmişə belə olub da, adətən belə olub, fikir vermişsiniz. Halbuki sən onun indiki nurani vəziyyətini daha çox bəyənirsən. Cavanlıq nə gündəsin, ürəyində deyirsən, bu nə gündədir o? Köhnə modla falan baxırlar belə, qəribə də bilir, bu nə gündədir? İndiki vaxtı nuranidir də, yaxşıdır, başa. İnsan həmişə keçmişinə baxır, görür ki, o da yox, get-gedə zəifləyirəm, gözlər düşür, qulaqdan düşürəm, əldən düşürəm, ayaqdan düşürəm və s. və s. və s. Görürsən ki, və mən nuəmmiruhu nunaqqisuhu fil xalq. Əldən gedirəm yavaş-yavaş. Və yavaş-yavaş nə olur? Bel bükülür. Yavaş-yavaş bel bükülür. Nizami Gəncəvi rəhmətli deyir ki, insanın beli ona görə bükülür ki, itən cavanlığını yerdə axtarır. Füzuli rəhmətli deyir ki, qapıdan keçəndə ki, başı yeri əyib keçirsən, köhnə qapılar şərq üslubunda alçaq olurdu axı. Deyir ki, fələk sənin qəddivi xəm eləməyinin səbəbi var. O deməkdir ki, qapıdan keçməyin vaxtı da əyil, üzü o yana gedirsən. Ey Füzuli, qədimiz qıldı fələk xəm. Ey Füzuli, qəddimizi yəni, qəddimiz qıldı fələk xəm. Yəni, vaxtıdır keçməyə dünya qapısından əyilin. Bu o deməkdir.